Dostlar, 12 rəqəmlərin hasili neçədir? 1 vurulsun 2, 2-dir. 12-nin özünün üzərinə bu 2-ni gələndə eləyir 14. Qarşısında da 14 yazılıb. 25-in rəqəmlərinin hasili 2 dəfə 5, 10-dur. 25-in özünün üzərinə bu 10-u gələndə 35 eləyir. Qarşısında da 35 yazılıb. 16-nın rəqəmlərinin hasili 6-dır. 16-nın üzərinə bunu gələndə eləyir 22. Qarşısında da 22 yazılıb. Deməli, 21-in rəqəmlərinin hasili 2-dir. 21-in üzərinə bu 2-ni gələndə eləyəcək 23. Qarşısında da yazılmalı olacaq elə bu ədəd 23. D variantı doğru cavabdır. Birinci sətirdəki ədədləri toplasaq, 8 üstəgəl 17 üstəgəl 2, 8 ilə 17-nin cəmi 25, 25-in üstünə 2 gələndə eləyir 27. İkinci sətirdəkiləri toplayaq, 6, 15, 6. 6 ilə 15-in cəmi 21, 21-in üstünə 6 gələndə 27. Deməli, üçüncü sətirdəki ədədlərin cəmi də 27 olmalıdır. 9 üstəgəl x üstəgəl 8 bərabərdir 27-yə. 9 ilə 8-in cəmi eləyir 17, 17 üstəgəl x bərabərdir 27-yə. X bərabərdir 10-a. Cavabımız oldu A variantında. Dostlar, 3 ilə 8-in arasında hansı əlaqə ola bilər? 3-ü 3-ə vurub 1 çıxsam 8 eləyəcək. 5 ilə 14-ün arasında 5-i 3-ə vurub 1 çıxsam 14 eləyəcək. 7 ilə 20-nin arasında eyni şəkildə 7-ni 3-ə vurub 1 çıxsam 20 eləyəcək. Deməli, 3-ə vurub 1 çıxanda qarşısındakı ədəd eləyir. Deməli, 11-i 3-ə vurub 1 çıxanda da sualın yerinə uyğun gələn ədəd olmalıdır. 11 dəfə 3, 33, 33-dən 1 çıxanda qalır 32. Sual işarəsinin yerində olmalıdır 32. C variantı doğru cavabdır. Dostlar, hərflər birləşəndə heca əmələ gətirir. Hecalar birləşəndə söz. Həftələr birləşəndə ay əmələ gətirir, aylar birləşəndə il. Deməli, birinci olmalıdır heca, ikinci olmalıdır il. Bu da A variantında var. 44 oldu A variantı. Görürük ki, əvvəlcə verilmiş ədədin rəqəmlərinin yerini dəyişib, sonra da rəqəmlərinin cəmini tapıb. 1 ilə 2, 3 eləyir. 72. Yenə əvvəlcə rəqəmlərin yerini dəyişib, olub 27. Sonra da rəqəmlərin cəmini tapıb, olub 9. 23-ün yerini dəyişdi, oldu 32. Rəqəmlərin yerini dəyişəndə aldıq 32. 32-nin indi rəqəmlərin cəmini toplayanda eləyəcək 5. Deməli, sual işarəsinin yerinə də yazmalıyıq 5. B variantı doğru cavabdır. 21-in rəqəmlərinin hasili, yəni 2 vurulsun 1, 2 eləyir. Rəqəmlərinin cəmi, yəni 2 üstəgəlsin 1, 3 eləyir. 13-ün rəqəmlərinin hasili 3 eləyir. Rəqəmlərinin cəmi 4 eləyir. 71-in rəqəmlərinin hasili 7 eləyir. Rəqəmlərinin cəmi 8 eləyir. İndi 16-nın rəqəmlərinin hasili 6 eləyəcək. Rəqəmlərinin cəmi isə 7. Yuxarıda olmalıdır 6, aşağıda olmalıdır 7. C variantı doğru cavabdır. Kəmal hər ay hissələr formasında ödəməklə 17 hissəyə telefon alır. O ilk ödənişini may ayında ödəyərsə, son ödənişini hansı ayda ödəyər? Gəlin yazaq, birinci ödənişi ödədi mayda və 17 ay ödəyib, düzdür, 17 hissə ödəyib. Maya bir də nə vaxt qayıdar? 12 ay sonra, yəni 1 il sonra, düzdür? 17-sindən 12-sini çıxanda qalır 5. 12 dənə ödəniş ödəyəndən sonra maya qayıdır. Yəni 12 dənə ödəniş gedir, sonra təzədən qayıdır maya. Maya artıq 13-cü ödəniş olmuş olur, düzdür? Çünki 1 ilin tamamlanması üçün 12 ödəniş eləməlidir. 12 ödənişi bitirəndə, yenidən maya qaydanda oldu 13-cü ödəniş. Amma bizim hələ 5 ayımız qalıb. Gəlin davam eləyək, 17-yə çatdıraq. 13 may, 14 iyun, daha sonra gəlir iyul, bu oldu 15-ci ödəniş, avqust, bu oldu 16-cı ödəniş, sentyabr, bu da oldu 17-ci ödəniş. Deməli, 17-ci ödənişi sentyabr ayında ödəyir. Sonuncu sentyabr ayında ödənilir. A variantı doğru cavabdır. Rəqəmlərinin cəmi 8 olan neçə 2 rəqəmli ədəd var? Düşünək. 0 ilə başlaya bilmərik. Düzdür, ədəd 0 ilə başlamır. 1 ilə başlasaq, onluqlarda 1-dirsə təklik 7 olmalıdır ki, cəmi 8 olsun. Onluq 2 olsa təklik 6. 3 olsa 5. 4 olsa 4, 5-ə 3, 6-ya 2, 7-yə 1, 8-ə 0, 9 ilə başlaya bilərmi? Başlaya bilməz. Çünki 9 ilə başlayan ədədin rəqəmlərinin cəmi 8 olanmaz. Düzdür, 9-un üstünə nəsə gələndə 8 ala bilmərik.
Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 2 rəqəmli ədəd əldə etdik biz. D variantı doğru cavabdır. 21 yaşındakı Anar qardaşından 6 yaş böyük, bacısından 3 yaş kiçikdir. Bu 3 nəfərin yaşlarının cəmi neçədir? Yazaq. Anar, bacı və qardaş. Anarın var, bilirik ki, 21 yaşı. Deyir ki, Anarın yaşı qardaşının yaşından 6 yaş böyükdür. Deməli, qardaşı Anardan 6 yaş kiçikdir. Qardaşının 15 yaşı var. Anarın yaşı bacısından 3 yaş kiçikdir. Deməli, bacı Anardan 3 yaş böyük olmalıdır. Yəni, bacının olmalıdır 24 yaşı. Hər üçünün yaşını tapdıq. İndi deyir ki, yaşlarının cəmini hesablayın. 24, üstə gəl 21, üstə gəl 15. Gəlin alt-alta hesablayaq. 4 ilə 1-in cəmi 5, 5 ilə 5-in cəmi 10, 0 yazıram 1 yadda. 2 ilə 2-in cəmi 4, 4 ilə 1-in cəmi 5, 1 də yaddaydı 6. 3-ünün bir yerdə cəmi 60 yaşı var. A variantı doğru cavabdır. Əlinin atasının 4 övladı var. Onlardan ilk üçünün adları Qasım, Şakir və Əsmərdir. Sonuncu övladın adı nədir? Deməli, 3 övladın adını bilirik. Dördüncü övlad Əlinin özü olmalıdır dostlar. Çünki Əli özü də atasının övladıdır, düzdür? Əlinin atasının övladı, elə övladlarından biri, elə Əli özüdür. Deməli, dördüncü övlad elə Əlidir. B variantı doğru cavabdır.